Bu gün keçirik feilin zamanlarını. Qoy yaxınlaşdıraq. Feilin zamanları. Feilin biz məktəb proqramından bilirik ki, neçə zamanı var? 3 dənə. Keçmiş, gələcək və indiki zaman. Yəni hərəkət ya keçmişdə icra olunub bitib, ya hal-hazırda icra olunur, ya da hələ icra olunmuyor, icra oluna bilər. Ona görə də bu 3 məna növünə görə feil ya keçmiş zamandadır, ya indiki, ya gələcək zamandadır. Bunları bəs necə fərqləndiririk? Şəkilçilərlə fərqləndiririk və suallarla fərqləndiririk. Bir dəqiqə düzəldək cədvəlimizi. Deməli, keçmiş, indiki, gələcək zaman. Gəl bunların şəkilçilərinə baxaq. Keçmiş zamanın 2 növü var uşaqlar. Biri var ki, hərəkət şahidlik yolu ilə başqasına çatdırılır. Yəni, hərəkəti sən öz gözündən görübsən, şahidi olubsan, bu zaman şühudi keçmiş zaman yaranır. Keçmiş zaman neçə növ var? Birincisi şühudidir, ikincisi nəqlidir. Şühudi keçmiş, şahidlik yolu ilə yaranan keçmiş zamandır. Şahidlik yolu ilə birdən testə düşər. Elə adı da özünə oxşuyur. Şahidlik yolundan yaranır. Şəkilçisi isə D4 variantdır. D4 variant şühudi keçmişin şəkilçisidir. İkinci, nəqli keçmiş zaman. Nəqli keçmiş zamanda şahidlik yolu yox, daha çox nəql etmə mənası daşıyır. Yəni, hadisəni sən özün şahidi olmayıbsan, hadisəni kimsə sənə danışıb, sən də başqa adama danışırmışsan kimi mənasını çıxartmaq olar. Bu halda biz ona nəqli keçmiş zaman deyirik. Nəqli keçmiş zamanın 2 dənə şəkilçisi var. Mış 4 variant və ıb 4 variant. Əgər sən feilin başlanğıc formasından və kökündən sonra mış 4 variant və ıb 4 variant şəkilçisini görsən, deyəcəksən nəqli keçmiş zamandadır. D şəkilçisini görsən, deyəcəksən şühudi keçmiş zamandadır. Bu keçmiş zaman. Baxacaq indi nümunələrə, qoy hamısını bitirək. İndiki zaman. İndiki zamanın bircə dənə şəkilçisi var. Ir 4 variant. Feilin kökünə və yaxud başlanğıc formasına artırılanda ir 4 variant nədir? İndiki zaman düzəldir. Bir də gələcək zaman. Gələcək zamanın 2 forması var. Qəti gələcək zaman. Qəti gələcək zamanın məzmunu ondan ibarətdir ki, hərəkət dəqiq şəkildə baş verəcək. Qəti gələcək zaman. Hərəkətin baş verməsi qətidir. Buna deyirlər qəti gələcək zaman. Şəkilçisi isə acaq 2 variantdır. Biri də var. Qeyri-qəti gələcək zaman. Qeyri-qəti gələcək zaman. Qeyri-qəti gələcək zamanda hərəkətin baş verməsi o deməkdir ki, dəqiq deyil. Baş verə də bilər, baş verməyə də bilər. Bu zamanda olacaq şəkilçi nə? R2 variant. R2 variant. Deməli, feilin zamanlarının şəkilçiləri bunlardan ibarətdir. Gəlin nümunələrə baxaq. Nümunələrə baxaq. Məsəl üçün, bir də yadımızda saxlayırıq ki, feilin zaman şəkilçiləri nədən sonra artırılır? Feilin zaman şəkilçiləri kökdən və yaxud başlanğıc formadan sonra artırılır. Yəni, ya birbaşa kökə qoşulur, ya da leksik şəkilçisindən sonra gəlir. Qrammatik şəkilçisindən sonra gəlmirlər. Qrammatik şəkilçisindən sonra yalnız ma2 variant inkardan sonra gələ bilər. Feilin zaman şəkilçiləri nəyə artırılır? Şəkilçiləri gələ bilər. Gələ bilər. Nədən sonra? Kökdən 1. Kökdən sonra gələ bilər, yəni kökə qoşula bilər. Kökdən 2. Leksik şəkilçidən və mamə inkardan sonra gələ bilərlər. Şəkilçidən 3. Bir də ma2 variant, hələ keçməmiş inkar, amma keçəcək. Ma2 variant inkar şəkilçisindən sonra işlənə bilirlər. Şəkilçisindən. Gəl indi həm təsdiqdə, həm inkarda zaman şəkilçilərimizi sözlərə artıraq. İstədiyiniz bir feili deyə bilərsiniz. Məsəl üçün, oxumaq, yazmaq olsun. Bax, oxumağı keçmişdə işlədək. Oxudu. Oxudu. Görsən, d-di nəyə artırılıb? Birbaşa kökə. Deməli, bu nədir? Nəqli keçmiş zaman. Düzdür? Nəqli keçmiş. Və yaxud deyirəm ki, o dərslərini axşam
yazıb. O dərslərini axşam yazıb. Yaz sözün kökü ıb, hansısının şəkilçisi nəqli keçmişi. Deyirsən ki, bu nəqli keçmiş deyildi, bu idi, çaşdım. Bu şühudi keçmiş idi. Şühudi keçmiş zaman. Ib nədir? Nəqli keçmiş zaman. Nəqli keçmiş zaman. Keçmiş zaman. Sonra, məsəl üçün, o indi, ya o olmasın, siz olsun. Siz dərsinizi oxuyursunuz. Oxuyursunuz. Bax, sözün kökü nədir? Oxumaq. Ir, ir, sınız. Birbaşa kökə qoşulan hansıdır? Ir. İri harada keçdik? İndiki zamanda. Deməli, bu feil nədir? İndiki zamandır. İndi gəl indiki zamanı və yaxud bu yazdıqlarımızı hələ ki inkarda işlədək. Oxudu, inkar nə olacaq? Oxumadı. Oxudu, oxumadı. Sözün kökü oxu, ma inkar, d da inkardan sonra gələn şühudi keçmiş. Yazıb, yazmayıb. Yazmayıb. Yaz sözün kökü ma inkar, ıb da nədir? Nəqli keçmiş zaman. Oxuyursunuz, bir də deyirəm oxumursunuz. Oxumursunuz. Burada bir dənə şey baş verir, fikir ver. Bax, sözün kökü nədir? Oxu. M inkarı, mamə inkarı öz asını itirir. Niyə? Çünki iki dənə sait boşalaşır. Mamənin bu asından irin, yəni ur variantı, bax bu anan u qoşalaşır deyə, a burada nə edir? Düşmüş olur. Ona görə oxumursunuz da indiki zamanda inkar şəkilçisi özünün saitini itirmiş olur. Daha sonra gələcək zaman qaldı. Gələcək zamanda yazaq. Deyirəm ki, biz sabah oxuyacağıq. Biz sabah oxuyacağıq. Yəni, baxırıq feilin kökünə, ondan sonra gələn şəkilçiyə və şəxs sonluğuna. Birinci kökə nə qoşulubdur? Acaq. Acaq nəyin şəkilçisi idi? Qəti gələcək zaman. Deyirik ki, bu qəti gələcək zamanda olan feildir. Qəti gələcək zaman. Bəs inkarda necə olacaq? Oxuyacağıq, oxumayacağıq. Gəl baxaq. Qoy bunu qırmızı ilə yazaq da. Oxuyacağıq, inkar necə olacaq? Oxumayacağıq. Burada kök nədir? Oxumaq, oxuma, acaq, ıq. Deməli, burada nədən sonra gəldi? İnkardan sonra gəldi. İndi gəl bir dənəsinə də baxaq. Dərslərini sabah oxuyarlar. Onlar sabah oxuyarlar. Burada ar-ər var da. Ar-ər nə idi? Qeyri, qəti, gələcək zaman. Onlar sabah oxuyarlar. Burada nə deyəcəksən? Deyəcəksən, mənim qeyri, qəti, gələcək zamanın şəkilçisi var. Hardan bildik? Kök və şəkilçiyə ayırdıq. Hansı şəkil çıxdı? Ar, bu nədir? Qeyri, qəti, gələcək zaman. İndi gəl bunu inkarda işlədək. Oxuyar, oxunmaz. Oxuyarlar, oxunmazlar. Bunun inkarı necə olacaq? Oxumazlar. İndi burada baş verən dəyişikliyə fikir versək, oxu sözün kökü. M inkar. Burada yenə a 2-dən olur da. Ma inkarın şəkilçisindən ar birləşir. A-nın biri nə edəcək? Düşəcək. Çünki 2 dənə sait boşalaşır. Burada a düşüb, m tək qalır. İndiki zamanda olduğu kimi. Özdə bu ar-ər şəkilçisi nəyə keçib? Az əzə keçibdir. Deməli, qeyri-qəti gələcək zamanın inkarında ar şəkilçisi az əz deyilir. Məsəl üçün, o yazar, o yazmaz. O gələr, o gəlməz. O gedər, o getməz. Və yaxud mən sabah məktəbdə oxuyaram, mən məktəbdə sabah oxumaram. Üçüncü növdə olur bu. Yalnız üçüncü şəxsin təkində və cəmində ar-ər nəyə keçir? Az əzə keçir. Siz oxuyarsınız, siz oxumarsınız. Oxumazsınız, yox, 2-də də keçir. Deməli, bir dənə 1-də keçmir də. Mən oxuyaram, mən oxumaram. Sən oxuyarsan, sən oxumazsan. Bir dənə 1-də keçmir. 2 ilə üçüncü şəxsin təkində və cəmində ar-ər şəkilçisi nəyə keçir?
Az əzə keçir. Nə zaman? Mamə inkar qəbul etdikdə. Plus ma inkar qəbul etdikdə nəyə keçir? Az əzə keçir. Yəni, harda az şəkilçisini görsən, səhv salma. Elə o da ar deməkdir. Demək, ondan qabaq nə var? İnkar var. Yaxşı. Deməli, feili neçədən zaman oldu? 3 dənə. Keçmiş, indiki, gələcək. Keçmişin neçə növü var? 2 dənə. Şühudi keçmiş və nəqli keçmiş. Şühudi keçmişin şəkilçisi D4 variant. Nəqli keçmişin şəkilçisi mışla ıb. İndiki zaman ır4 variant. Gələcək zaman qəti gələcək və qeyri-qəti. Qəti acaq, qeyri-qəti R2 variant. Nə zaman aza keçir? İnkar olanda. İnkar olsa qoyacaq. İnkar olarsa az əz də ola bilər. Az 2 variant. Bu qədər. Bu da sizin feilin zamanları.